70-ci illərdə onun əl-əl gəzən kasetləri bütün ölkəni bürümüşdü. Hər kəs bu həlim səsin sahibini axtarırdı. Xalqa yaxın və xalqın içindən çıxan bir sənətkar. Məmməd Bağır Bağırzadə. Gözlərin düşüncəm, dəli dağı vüqarımdır. Kürara coşqun qanım, Xəzər şah damarımdır. Kürara coşqun qanım, Xəzər şah damarımdır. Can dərmanı istəsən, istə ey dostlarımdır. Can dərmanı istəsən, istə ey dostlarımdır. Torpağım bol, suyum bol, aranlıyam dağlıyam. Azərbaycan oluyam, Azərbaycan oluyam. Deyirdilər ki, bir dənə təzə oxuyan çıxıb, bəs üzünü görən də yoxdur. Bu təsadüf eləyir 72-73-cü ilə. Çünki atam 72-ci ildə əsgərlikdən gələndən sonra, 73-cü ildə gələndən sonra bir Azərbaycanda səs salmışdı. Yəni, necə deyim sizə, hamı deyirdi ki, oxutdururdular kasetlərini, o vaxtlar belə üzü görünən plaklar var idi, plastinkalar var idi, bir də bobin lentlər, kasetlər təzə çıxırdı. Hamı oxutdururdu, o kimdə oxuyur, biri deyirdi ki, mən görmüşəm, biri deyirdi, mən bəs belədir, amma tam heç kəs görməmişdi, yəni efirə çıxmamışdı tam. Səsin düşsün, qoy hər yana, dağlardan da ucana, istərəm ki, eşqimizlə gəncləşəsən qocana, doğmadır, əzizdir, ananın laylası, ilkin nəğməmizdir, ana laylası, bir coşqun dənizdir, biz kiçik damlası, müqəddəs dünyadır, ana dünyası. Ey oğullar, bilək gərək anamızın qədrini onun o ağ saçlarından alaq torpaq ətrini biz
Yaşasaydı 65 yaşının astanasında olacaqdı. Bugün sevilən sənətkarımızı benefisdə onun illər öncə bizə bəxş etdiyi yadda qalan mahnıları ilə yada salacağıq. Qəzet köşklərində Məmməd Bağırın şəkilləri satılırdı. Hind aktyorlarının şəkili satılırdı. Yəni o dövrün xatirələridir. 74-cü, 75-ci. Sonra ilk dəfə 77-ci ildə atamı efirə çıxartdılar. Ələkbər Tağıyevin yəni mahnıları ilə çıxdı atam. Azərbaycan oğluyam. Sonra bir çox mahnılar var idi. Sən gəlməz oldun. Sonra yəni o dövrün sevilən düz o mahnıları Zeynəb xanım ifa eləmişdi, amma Məmməd Bağır Bağırzadə bunları sonra çıxdı efirə. Keldinden iki embe bulutlar kimi aktı. Bilmem niye gittin, niye döndün, niye baktın. Yavaş yavaş gece geçer, gece geçer. Hiç bilmirəm necə keçər, necə keçər. Səni durub düşündükcə, düşündükcə. Qoşun çəkər xatirələr, xatirələr. Yavaş yavaş gecə keçər, gecə keçər. Heç bilmirəm necə keçər, necə keçər. Səni durub düşündükcə, düşündükcə. Qoşun çəkər xatirələr, xatirələr. Ürək deyər ayrılığın, özü dönsün bu dünyadan. Ürək deyər ayrılığın, özü dönsün bu dünyadan. Ay çekilir yuxu kimi, yuxu kimi. Bir ovçunun oxu kimi, oxu kimi. Hamı deyər, hamı gülər, hamı gülər.
Məmməd Bağır Bağırzadənin xatirəsini bu gün onun yolunu davam etdirən oğlu Rahimlə yada salacağıq. Atasından qalan bütün mahnıları təbii ki, bu gün o müxtəlif formalarda üzə çıxarmağa çalışır. Məmməd Bağır efiri buraxmırdılar. Məmməd Bağır toy oxuyanı idi. Məmməd Bağır üçün Məmməd Bağırın səsini yazmaq üçün adam öldürüb. Amma onu heç vaxt atam çıxıb danışa bilməyib. O Məmməd Bağırın başına gələn sənətdə o uğurları, o səs küyləri, onun o istənilməsi bizim hansısa bir sənətçimizin başına gəlsəydi, Allah'ın olsun, onlar bu günləri onu qızıl çərçivə ilə reklam edib salardılar, xalqa nümayiş etdilər. Sən bunu xalqa niyə göstərəsən? Kimlərə qaldı dünya, dolub boşaldı dünya. Olmadı sirrin açan, olmadı sirrin açan. Bir sirli qaldı dünya. Olmadı sirrin açan, olmadı sirrin açan. Bir sirli qaldı dünya. Dünya, 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 dünya. Kimlərə qaldı dünya? Dünya, 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 dünya. Kimlərə qaldı dünya? Olmadı sirrin açan, olmadı sirrin açan. Sehirli qaldı dünya. Olmadı sirrin açan, olmadı sirrin açan. Sehirli qaldı dünya. Cefası çekti insan, yarattı o yaradan. Cefası çekti insan. Şahları torpaq aldı, şahları torpaq aldı. Kimlərə qaldı dünya? Şahları torpaq aldı, şahları torpaq aldı. Kimlərə qaldı dünya? Dünya, 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 dünya. Kimlərə qaldı dünya? Dünya, 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 dünya. Kimlərə qaldı dünya? Olmadı sirrin açan, olmadı sirrin açan. Sehirli qaldı dünya. Olmadı sirrin açan, olmadı sirrin açan. Sehirli qaldı dünya. Məmməd Bağır Bağırzadə elə bir sənətkar oldu ki, o tək müğənni kimi püxtələşmədi. Bir-birindən daha çox sevilən mahnıların da bəstəkarı oldu. Atam özü gözəl bilirdi ki, hansı mahnı efiri olar, hansı mahnı efiri olmaz. Yəni ki, məsələn, mən dəfələrlə deyirdim ona ki, qədrini kim biləri oxa efirə. Sonra Səni mahnısı var idi, Ruhiyyə mahnısı var idi, Qariyə mahnısı var idi. Yəni, onları oxumurdu, heç vaxt deyir, yox, onlar toyda oxumuşam, qutardı, getdi. Yəni, onları özü gözəl bilirdi, özü bir memar idi, özü bir arxitektor idi, özü bir musiqidə elə bir... Evdə elə mahnıları qalıb ki, mən bu günləri onları çıxarsam üzə, inansız, bütün müğənnilər rahat olar. Elə mahnılardır, elə xalqın ruhuna uyğun. Bilirsiniz, albom buraxırdı, belə bir şey eləyirdi. Qarabağ cəmaatının ruhuna uyğun. Ora mahnı yazırdı. Şirvan cəmaatının ruhuna uyğun. Cənub bölgəmizin ruhuna uyğun. Bakı bölgəmizin uşaqlara aid mahnı yazırdı. Nə qədər uşaqlara aid mahnıları var, görürdün ki, onu sırf o ruha uyğun yazırdı. O yerin tələbatına uyğun yazırdı ki, orada bu zona bu musiqini dinləyir. Vurulmuşam mən sənə, anazilə, nazilə. Danışsana, dinsənə, anazilə, nazilə. Vurulmuşam mən sənə, anazilə, nazilə. Danışsana, dinsənə, anazilə, nazilə. Az nazilə, nazilə, az nazilə, nazilə, anazilə, nazilə. Az nazilə, nazilə.
gözün süzürsen, yüreğimi üzürsen, bu nazile nazile sen canımı üzürsen. Kaşın gözün süzürsen, yüreğimi üzürsen, bu nazile nazile sen canımı üzürsen. Az nazile, nazile, az nazile, 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 az nazile, nazile, az nazile, 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 nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Kaş gözün süzme bile nazile, nazile, yüreğimi üzme bile nazile, nazile. Kaş gözün süzme bile nazile, nazile, yüreğimi üzme bile nazile, nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Kaş gözün süzme bile nazile, yüreğimi üzme bile nazile. Məmməd Bağır Bağırzadənin o dövrlərdə Ələkbər Tağıyevlə olan sıx münasibəti onun efirlərə gəlməsinə yol açır. Atamın ömrü boyu dilindən düşmədi, son nəfəsinəcən düşmədik. Mənim həyatda 2 dənə müəllimim olub. Biri Əlibaba Məmmədov, biri Ələkbər Tağıyev. Həmişə deyirdi ki, mən musiqini, həyatı Əlibaba Məmmədovdan öyrənmişəm. Özümü aparmağı, efirə çıxmağımı, işlərimi görməyimi Ələkbər Tağıyevdən öyrənmişəm. Yəni onlar da sevirdilər ha bu Məmməd Bağırı bu cür yetişdirməyə. Ələkbər Tağıyev gəlirdi, onun konsertinin çəkilişində olurdu. Hətta deyirdi, mənim qalsıqıma qədər gəlirdi, baxırdı ki, bir əyriliyi olmasın. Görürdü ki, mənim istedadım var, mən oxuyuram, mahnıları xalq sevir. Qədrini kim bilər, kim bilər yenə? Mən yenə, sevgilim yenə. İncəyib kim gedər, kim batar qəmə? Sən yenə, sevgilim yenə. İncəyib kim gedər, kim batar qəmə? Sən yenə, sevgilim yenə. Qaldım nigaran, çox nigaran, mən pərişan. Qəlbimdə fikrin bir dəyişdi, nazlı ceyran. Qaldım nigaran, çox nigaran, mən pərişan. Qəlbimdə fikrin bir dəyişdi, nazlı ceyran. Qəlbimdə sən, qəlbimdə yenə. Qəlbimdə sən, gözəl canan, qəşəng ceyran. Qəlbimdə yenə. Gözlədim yolunu, gəlmədin yenə. Sən yenə, sevgilim yenə. İncəyib kim gedər, kim batar qəmə? Sən yenə, sevgilim yenə. İncəyib kim gedər, kim batar qəmə? Sən yenə, sevgilim yenə. Qaldım nigaran, çox nigaran, mən pərişan. Qəlbimdə fikrin bir dəyişdi, nazlı ceyran. Qaldım nigaran, çox nigaran, mən pərişan. Qəlbimdə fikrin bir dəyişdi, nazlı ceyran.
Güzel canım, qəşəng ceylan qəlbimdə yenə. Qəlbimdə sən, qəlbimdə yenə, qəlbimdə sən, güzel canım, qəşəng ceylan qəlbimdə yenə. Qəlbimdə sən, qəlbimdə yenə, qəlbimdə sən, güzel canım, qəşəng ceylan qəlbimdə yenə, qəlbimdə yenə. Bir dönəmlər isə olur ki, müğənninin efirə buraxılmamasına maneələr də olur. Bu isə daha çox həmin dövrün bədii şurası tərəfindən yerinə yetirilirdi. Atamın sənətdə heç bir kəslə inciliyi olmur. Heç bir insanla. Bəstəkarlarla olub. Onlar da yəni səbəb o idi ki, o dövrdə bədii şura ki var idi. Həmin o bəstəkarlar orada otururdular. Yəni sadəcə olaraq onlar bilmirdilər ki, Məmməd Bağır mahnını bəstələyib, musiqisini bəstələyib xalqın ruhuna. Sözlər özünün deyil, Zivar Ağayevanın sözləri olurdu, Əliağa Vahidin sözləri olurdu, Füzulinin sözləri olurdu, Seyid Ağanın, Seyid Əzimin, sonra böyük şairlərimiz vardı, Söhrab Tahirin sözləri olurdu, Hafiz Baxşın sözləri olurdu. Bunlar bilirsiniz, Azərbaycan musiqisinə iz qoymuş bəstəkarlar, şairlərdir, nəğməkar şairlərdir. Ağda əri var idi, salam mələk var idi. Bağda əri var idi, salam mələk var idi. Bağdan ərik qurtardı, salam mələk qurtardı. Bağdan ərik qurtardı, salam mələk qurtardı. Qurtardı. Aleyli leyli leyli, yadlara saldın beni. Aleyli leyli leyli, yadlara saldın beni. Aleyli leyli, aleyli, aleyli, aleyli leyli, aleyli, aleyli. Güzel bağım var idi, her növrağım var idi. Güzel bağım var idi, her növrağım var idi. Gelip giderdiler, cavan çağım var idi. Gelip giderdiler, cavan çağım var idi, var idi. Aleyli leyli leyli, yadlara saldın beni. Aleyli leyli leyli, yadlara saldın beni. Aleyli leyli, aleyli, aleyli leyli, aleyli, 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 Müğənni dövrlərdə o dərəcədə məşhur oldu ki, iştirak etdiyi hər bir el şənliyində onun səsi xüsusi yazılaraq kasetlərə köçürülüb satışa çıxarılırdı. 79-cu ildə Moskvadan Melodiya firmasından peçatla kağızımız var, sənədimiz var əlimizdə. 2 milyon 700 neçə min səhv eləmirəmsə qədərində plastinka satıb Azərbaycan oğlayan. Bu qrafika Azərbaycanda heç kəs əldə eləmir. Bir dənə sadəcə olaraq bir dənə Leninin şəkili olan qramot var ki, Moskvadan Melodiya firmasından göndərilib
Ələkbər Tağıyev və Məmməd Baqir Baqirzadə yüksək tirajda satılmağına görə Toy bezesin xonçalar subayların toyunda, oxunsun şux mahnılar subayların toyunda. Toy bezesin xonçalar subayların toyunda, oxunsun şux mahnılar subayların toyunda. Subayların toyunda, subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Subayların toyunda, subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Toy bezesin elimizi, 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 yurdumuzu, elimizi, elimizi, elimizi. Toy bezesin elimizi, 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 yurdumuzu, elimizi, elimizi, elimizi. Deyib gülüb şəllələk subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Deyib gülüb şəllələk subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Musiqidir həyatın, mahnıların nicatın, oxunsun muğamatın subayların toyunda. Musiqidir həyatın, mahnıların nicatın, oxunsun muğamatın subayların toyunda. Subayların toyunda, subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Subayların toyunda, subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Çalgıçılar yan yana, yan yana, yan yana, aşıq girsin meydana, meydana. Kalemler yan yana, yan yana, yan yana, aşıq girsin meydana, meydana, meydana. Deyib gülüb şəllənək subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Deyib gülüb şəllənək subayların toyunda, belə rəqs eləyək sübhədək subayların toyunda. Toy toy töyləsin cavanlar, 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 ürəklərdə arzular, arzular, arzular. Töyləsin cavanlar, 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 sizin Abbas arzular, arzular, arzular. Deyib gülüb şəllənək subayların toyunda, rəqs eləyək sübhədək subayların toyunda. Deyib gülüb şəllənək subayların toyunda, rəqs eləyək sübhədək. 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 Deyib gülüb şəllənək subayların toyunda, belə rəqs eləyək sübhədək. Subayların toyunda. O
dönəmlərdə Məmməd Bağır Bağırzadənin ifa etdiyi elə bir mahnı yox idi ki, xalqın dilinə düşməsin. Bunlar hamısı Ələkbər Tağıyevin, Hafız Baxışın, Nərman Əzimovun böyük əməyi var idi. Çünki Arzu ansamblında atam çıxış edirdi. Ələkbər Tağıyevin ansamblı idi. Onun da deyəsən konsert məstəri Nərman müəllimi idi. Yəni şəkillərdən mən görmüşəm. Çünki mən özüm 78-ci iləm. Mən sadəcə olaraq xatirələri və yaxud görüşənləri. Sonralar artıq Məmməd Bağır Bağırzadə bir çox demək olar 5-6 ansamblla, orkestrlə işləyirdi. Dövlət tədbirləri, o da bir də çox çətin idi xaricə getmək, orada musiqi ifa eləmək, yəni bunların hamısını 2-3 müğənni əldə edə bilirdi. O kişi müğənnilərdən də Məmməd Bağır Bağırzadə bu qrafik əldə eləmişdi. Son gedişin bir il oldu, günləri sayan mən olmuşam. Beklediğimiz günlər solur, öteki solan mən olmuşam. Bilmem ne oldu yenə, ne sözümdeydi sənə, bilmirəm yenə. Bilmem ne oldu yenə, ne sözümdeydi sənə, bilmirəm yenə. Ah, darıxıram, darıxıram sensiz yenə. Darıxıram sensiz yenə. Gülüşünü, yerişini, hey salıram, salıram yana. Necə dözüm ay sevgilim, bu hicrana, ben bu hicrana. Neyleyim, neyleyim bilmirəm, hicrana mühnətə dözmürəm. Neyleyim, neyleyim bilmirəm, hicrana mühnətə dözmürəm. Darıxıram sensiz yenə. Darıxıram sensiz yenə. Neyleyim, neyleyim bilmirəm, hicrana mühnətə dözmürəm. Neyleyim, neyleyim bilmirəm, hicrana mühnətə dözmürəm. Ah, darıxıram, darıxıram sensiz yenə. Darıxıram sensiz yenə. Darıxıram sensiz yenə. Darıxıram sensiz yenə. Qəlbi həyat eşqi ilə yanan, qəlblərə hakim kəsilən mahnıların müəllifi bir gün bu həyatdan elə qəfil olaraq və gözlənilmədən köçdü. Deyirlər ki, kişinin arvadı öldü, özü də ölür. Onu atam özü üçün deyirlər. Yəni atamın dünyasının dəyişməyinin bütün demək olar ki, səbəbi o idi. Onsuz da o, yəni o kəskin ağrılardan da olmasaydı, onda onsuz da o həmişə deyirdi ki, mən Nahibədən sonra yaşamaq istəyirəm. Nara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qaldı gəlmədi, gülər özlü dilbərim. Nara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qaldı gəlmədi, gülər özlü dilbərim. Yoruldum sevgilim, yol gözləməkdən, yolları gözümə düzə bilmirəm. Yoruldum sevgilim, yol gözləməkdən, yolları gözümə düzə bilmirəm. Yoruldum har
gelmedi güler yüzlü dilberim Kara gözlü dilberim şirin sözlü dilberim Harda kaldı gelmedin güler yüzlü dilberim Ben heyran olaram adına gülüm Melke hiç düşmürem yadına gülüm Ben heyran olaram adına gülüm Melke hiç düşmürem yadına gülüm Yetiş sevgilinin tadına gülüm Senler ümidimi üze bilmirem Yetiş sevgilinin tadına gülüm Senler ümidimi üze bilmirem Göze bilmirem, göze bilmirem Ben bu ayrılığa göze bilmirem Senler ümidimi üze bilmirem Balam kara gözlü dilberim, şirin sözlü dilberim Arda kaldı gelmedi güler yüzlü dilberim Kara gözlü dilberim, şirin sözlü dilberim Arda kaldı gelmedi güler yüzlü dilberim Ne vaktır görmürük birbirimizi Üzer bile geçse bu hasret bizim Ne vaktır görmürük birbirimizi Üzer bile geçse bu hasret bizim Yoksa muhabbetin dönüp yürüsün Kim bizi getirdi göze bilmirem Yoksa muhabbetin dönüp dursun Kim bizi getirdi göze bilmirem Göze bilmirem, göze bilmirem Ben bu ayrılığa göze bilmirem Senler ümidimi üze bilmirem Balam kara gözlü dilberim, şirin sözlü dilberim Arda kaldı gelmedi güler yüzlü dilberim Kara gözlü dilberim, şirin sözlü dilberim Arda kaldı gelmedi güler yüzlü dilberim Ay kara gözlü dilberim, şirin sözlü dilberim Arda kaldı gelmedin güler yüzlü dilberim Kara gözlü dilberim, şirin sözlü dilberim Arda kaldı gelmedin güler yüzlü dilberim Dilberim Məmməd Bağır Bağırzadə tək bəstəkar mahnıları ilə kifayətlənmədi. Onun öz bəstələri də elə özünün yaradıcılığı üçün də yetərli idi. Atamın bir şeiri var idi, ölməmişdən qabaq onu yazmışdı. Oxuyurdu hər yerdə. Deyirdi ki, sadələr sadəsiyəm, sadə sanır sadə məni. Sadəlik sadə edib, sadədən də sadə məni. Sadəlikmiş sadəlik, sadəliyin sadəliyi. Sadə Məmməd Bağıram, xalq tanıyır sadə məni. N'oldu yine belə getdin Heç küsməyin yeridirmi N'oldu yine belə getdin Heç küsməyin yeridirmi Ürəyimi alqan etdin Heç küsməyin yeridirmi Ürəyimi alqan etdin Heç küsməyin yeridirmi Akşam düşür şər qarışır Sahil bağı aşıb daşır Akşam düşür şər qarışır Sahil bağı aşıb daşır Hamı küsər
Xalq artistimiz Məmməd Bağır Bağırzadənin ifa etdiyi istənilən mahnısı isə illər ötsə də həmişə xatırlanacaq. Çünki bu şəxs yaşanan və yaşayacaq bir sənətkardır. Məmməd Bağır Bağırzadə elə bir mexanizm Azərbaycan incəsənətində qurub ki, ona nə xahiş elətdirib veriliş çəkdirmək lazımdır, nə xahiş elətdirib mahnılarını verdirmək lazımdır. O seviləcək, o mahnıları oxunacaq, yaşayacaq. Nə qədər ki bizim xalqımız var, nə qədər ki bizim gözəl insanlarımız, mədəni insanlarımız var, bunu yaşadacaqlar. Və bütün onun mahnılarını ifa edən sənətçilərimizə, xanəndələrimizə, nə deyim valla, bir çox musiqiçilərimizə, hətta atamın bir çox mahnıları var, rəqs formasındadır, onu bizim gözəl qarmon ifaçılarımız ifa edirlər. Hamısına təşəkkür edirəm. Hamısına. Uzaq ellərdə adın var, ünvanın var, dastalara sığmayan şöhrətin var, şanın var, dastalara sığmayan şöhrətin var, şanın var. Qəhrəmanlar içində neçə qəhrəmanın var. Qəhrəmanlar içində neçə qəhrəmanın var. Cavan Şiran Babəkəm, Nəbiyəm Koroğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Cavan Şiran Babəkəm, Nəbiyəm Koroğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Nizamilər evladı, Nəsimilər nəsliyəm, yurdum odlar yurdudur, mən günəş nəfəsliyəm. Yurdum odlar yurdudur, mən günəş nəfəsliyəm. Təbiətim belədir, toy bayram həvəsliyəm. Təbiətim belədir, toy bayram həvəsliyəm. Ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Ürəyimlə, canımla bu torpağa bağlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan